sözüm də yarımçıq qaldı. İran körfəzi ölkələri inkişaf etməkdə olan ölkələr olsa da, amma nəyə görə fərqlənirdilər? Neftə görə, neftə görə. Buradan da belə çıxır ki, inkişaf etməkdə olan ölkədə neft yox idi, bir dənə burada var idi. Yox. Və nə deyirsən ki, nə Mənim səbəb? yoxsa daha doğrusu müəllim. Yaxşı pulun yaxşı olmasına görə. Əmək miqrasiyasına görə xüsusən fərqlənirdi ki, bura inkişaf etməkdə olan region olsa da, burada nədir? Əmək miqrantlarının payı çox idi. Çünki burada neft, qaz var idi deyə işləməyə gəlirdilər. Sonra Bəli, bəli. İran körfəzi sahilində yerləşən ölkədən hansıları tanıyırıq? İran körfəzi sahilində Bəli. Burada İran, İranın özüdür. Səudiyyə Omandır, Ərəbistan deyə Səudiyyə bilərik. Bəli, Ərəbistandır, Oman deyə Küveytdir, bilərik. Bəhreyndir, Qətərdir, onu deyə bilərik. Qətərdir. Cibuti. Əcəb bütün nə işi var İran O körfəzinin? şeydir, o qırmızı dənizə şey düşmürdü, Cibuti. Yox, o Ədən körfəzi sahilinə düşür. Bir də Hə, ora. Birləşmiş Ərəb Əmirlikləri də deyə bilərik. Birləşmiş Ərəb Hə, Əmirlikləri, Oman, bax Oman orada var ha. Nədir o yarımadan adı şey, bəli. Mövlud. Müsəndam yarımadası eləmi? Sən də Hə, Mövlud. Mövlud o yarımadanı deyə orada getdi müharibə çıxartdı. O yarımadanı hamıya bildirdilər ki, bura Müsəndam yarımadası var da burada. Onu sən kəşf elədin, nə Mövlud? Aynen. İrandır, Omandır, bəli. Sonra Birləşmiş Ərəb Əmirlikləridir, Qətərdir, Bəhreyndir, Küveytdir, İraqdır. Bunların nədir? İran körfəzinə çıxışları olan ölkələr hesab olunurlar. İran körfəzi sahilində yerləşən ölkələr içərisində konstitusiya, monarxiya ölkə varmı? yox mənim. Yani Küveyt, hamısı Küveyt oradan əl sallayır sizə belə-belə. Salam əleyküm, əleyküm salam. Ay hə, o Küveyt vardı, bəli. Oxuduğunuz Necə dərs, rəsmi? tamam. oxuduğunuz dərs bir balaca təpəndə dəysin ki, o dərsi mən sizdən dünən soruşdum, eləmi? Monarxiyaları. Yuxuda sizə yatır, sizə beyniniz Hə, yatır. valla çaşdırıcıdır. Nə qədər əzbərləşib, testə görəndə mən məncə yazaram, amma belə Nə deyəndə çaşdırıcıdır. çaşdırıcıdır bu. İki dəfəki neçə eləyir? 5. Dur, çaşmırsan ki. Sonra, bəs mütləq monarxiya varmı burada Cavid? Deyərsən ki, yoxdur, baxma. Və ay, Niyə New York monarxiya var? teokratik monarxiya, mütləq monarxiyanın içindədir. Bunlar da çox teokratikdir. Mən də Oldu. mütləq soruşuram, teoretik soruşmam olsa. Mütləq Eyni şeydir, monarxiyalar mən onu var. söyləyim. Ülkələr Səudiyyə Var. Mütləq Ərəbistan. monarxiyalar var idi, bəli, burada. Bəs yaxşı, burada federativ monarxiya ölkə varmı? Ə, maraqlı Federativ sual. monarxiya. Hə. Mənim Şeydən Birləşmiş Ərəb Əmirlikləri. Birləşmiş Ərəb Əmirlikləri. Bəli, Birləşmiş Ərəb Əmirlikləri. Birləşmiş Ərəb Əmirlikləri neçə işğalma quşağında yerləşir? Mənim 2-2 kəsir onda. Bir. İşğalma quşağında. Səudiyyə Ərəbistan, Ərəb Əmirlikləri, Oman. Bu üçü də Onlar kəsir. iki Var iki işğalma kişi quşağında var. yerləşirdi, deyirsən. Küveytdə günəşin 90 dərəcə bucaq altında düşməsi müşahidə edilirmi? Yox. Müəllim, olsun dərəcə. Xeyr müəllim. Bəli. Hamınız da kameranı bağlayın, oturun orada. Mən də Mən görmüşəm zəif xəbərləri. Müəllim. demişdim, problem yoxdur belə. Mənim də artıqlığım var ki, mənim. Hə, nə olsun, uşaqlar ev-sesənə verəməsən, danışırıq bu. Əl-Küveyt görsənirdimi Küveytdə? Məncə görsənmirdi mən. Görsənən Xeyr, də mənim. xeyr, görsənmir, görsənmir. Onun Yəni, arxasında. xəritəni biraz beyninizdə əzbərləyin, canlandırın ki, bu Yəni Küveyt İran demək olar körfəzinin şimal-qərbində yerləşir, yuxarısında yerləşir, İraq tərəfdə yerləşirsə, burada biz günəşin zenitdə olmağını təbii ki, nədir, görə bilmərik. Bəli, elə Məsəl olur. üçün, belə bir sual versə, Qətərdə, nə bilim, günorta saat 12-də 22 gün tarixində cismin kölgəsi sıfıra bərabər olur. səhv deməli. Səhv. Səhvdir müəllim. Qətərdə olur. Zentdən Məsəl üçün, 90. Birləşmiş Ərəb Əmirliklərində yerləşən A məntəqəsini günəşi il boyu yalnız özündən cənubda görür. Səhvdir, öz yuxarısında görür. Və Bəli, yuxarıda şimalda görür. görə bilər deyirsiniz, eləmi? Yox, müəllim, öz yuxarısında da, yəni təpəsində də görə bilər. Təpəsində. Niyə ki, özündən şimalda da görə bilər günəş. Çünki Birləşmiş Ərəb Əmirliklərində tropik xətti kəsir deyə, onun bir hissəsi şimal tropikindən cənubda yerləşir deyə, günəş ölkənin içərisinə daxil ola bilir axı. Daxil olanda Elə orada yəni ki, görə bilər. Amma ki, hə, Birləşmiş Ərəb Əmirliklərinin şimal ucqar hissəsində düzdür, o elə bir sual düşəsi deyil təbii ki də. Hə, görə bilərmi? Bunu artıq o başqa məsələdir, o heç o ayrı məsələdir. Sonra gəldik buradan qayıtdıq Ərəbistan dənizinə. Ərəbistan dənizində olan soyuq okean cəryanımız hansı cəryan idi? Somali. Somali. Somali müəllim. Somali cəryanı bəli, soyuq okean cəryanı idi. Bu cəryanın digər cəryandan fərqi nə idi?
Analogu yoxdur. Analogu yoxdur. Analogda ilə fərq deməkdə. Fərqi nədir? Hə. Mən Fərqi oxşar yoxdur müəllim. mən sığ olub Aydın, yuxarı. oxşar yaxşı Sığ olmamasının olub səbəbi aşağı. nədir? Sığ olub Deməli, aşağı. Cənub şimal olması yarımkürəsində yerləşir. yoxdur. Şimal yarımkürəsində yerləşənlərin xüsusiyyəti odur ki, cənuba doğru istiqamətlə hərəkət etməlidirlər, amma bu şimalda yerləşir, şimala doğru Aysa, istiqamətlə bu hərəkət edir. dəli oğlanlıq edir. Şimala yerləşib şimala doğru gedir bu. Deyir ki, mənəm, bir də mənəm. Sonra oradan gəldik qaça-qaça Şirlanka adasından adladıq keçdik. Şirlankanın paytaxtı haradır? Ayım çox uzun paytaxtı var. Anam Yox, var, yox, elə onu bir biz şey. istifadə edəmirik. Onu biz istifadə edəmirik. Biz Kolombo şəhərindən istifadə edirik burada. Bəli. Hə, Kolombo. Kolombo Hə, bu Kolombo şəhəri tərəfdən fırlanıb getdim, girdim Çeresiyə, Benqal körfəzinə. Benqal körfəzinin tropik enlikdə yerləşməsinə baxmayaraq şirin suyun duzluğunun az olmasının səbəbi nə idi? Çoxlu Çoxlu çaylar çaylar tökülür, tökülür. çoxlu subekvatorial çaylar tökülür bura. Bəli, burada bol su çaylar gəlirdi. Burada yadımızda qalsın ki, Benqal körfəzinin yer sahilində yerləşən ölkələrdən Hindistan, sonra Çin, Myanmar. Bangladeş, Myanmar bu ölkələri hər birini tropik xətti kəsir. Və hər biri də ki, iki işıqlanma qurşağında yerləşir deyirik. Gəldik oradan qaça-qaça, biraz da buradan bir dəxilsiz bir sual verim. Çin neçə işıqlanma qurşağında yerləşər sizcə? Yox, 2-2. Bir də verim sual, bir də verim sual. Çin neçə işıqlanma qurşağında yerləşər? Çin, yerləşməz müəllim bir dənəsində. Bir 2. dənəsində. İki Üç işıqlanma dənə. qurşağında yerləşir. Bax, bu düşəsi bir şey deyil deyər də. Məsəl üçün qıraqdan baxan kimsə deyər ki, düşməz. Düşsə də ki, mən nə varam, oturum bütün ölkələrin hamısını bir-bir əzbərləyim. Lakin Tayvan adası var ki, Tayvan adası neçə işıqlanma qurşağında yerləşirdi? İki işıqlanma qurşağında yerləşirdi. Ha, Tayvan adası Çinin ərazisidir. Demək 2-də yerləşər. Bunu buradan yadda saxlamaq üçün deyirəm. Amma Çinin özünü də elə tropik xətti kəsir deyə. Ona görə Çinin özündə də ki, iki işıqlanma qurşağı görürük. Çində tropik xətti kəsir. Deyə bilərikmi Çində tropik iqlim qurşağı da var? İqlim qurşağı yoxdur mənim, oradan Kaş- alışım. Bəli. Tropik, Qırılmaz. tropik enlik boyunca burada tropik iqlim qurşağı yox, subekvator iqlim qurşağı yaranır. Yəni bax, belə bir şeylər qarşımıza çıxar ki, məsəl üçün deyək ki, tropik xəttinin kəsdiyi hər yerdə, nə bilim, tropik iqlim qurşağı yerləşir deyə bir sual verə bilər. Məsəl üçün tropik xəttin kəsdiyi sosialist ölkədə tropik iqlim qurşağı var deyə sual verə bilər. Mən belə bir şeylər deyə bilər. İndi burada Kuba da sosialist ölkədir, amma Kubanın tropik xətti kəsmir. O bir işıqlanma qurşağında yerləşən ölkədir artıq. Nəysə, Benqal körfəzindən gəldik. Benqal körfəzindən gələndə Benqal körfəzinin şərq hissəsində bizim bir dənə dənizimiz var idi. Hansı dəniz idi Andaman o? dənizi. Andaman Andaman. dənizi. Andaman dənizindən mənim ürəyim getmək istəyir Cənubi Çin dənizinə. Malakka boğazı. Malakka Malakka boğazından keçərəm. Malakka Malakka boğazından keçərəm. Malakka boğazının şotuna inkişaf etməyə doğru gedib və inkişaf etmiş və inkişafında təsiri olan Singapur. Malazya, Malazya. Singapur deyə bilərik, Malazya deyə bilərik ki, bunlar bu boğazların Hə, hesabı Singapur. nədir? Buradan gəlir əldə edirlər. Sonra Malakka boğazından çelə çıxdım, Kalimantan adası tərəfindən qalxdım Cənubi Çin dənizinə. Cənubi Çin dənizində belə deyək, sahilində bu dənizin monarxiya ölkə varmı? Brunei Sultanlığı. Bruney Sultanlığı, başqa? Tayland Başqa deyə bilərik. Malazya. Tayland, Malazya. Kamboca, Malazya, Bruney Sultanlığı bunlar hamısı nədir? Monarxiya ölkələri hesab olunurlar. Burada həm mütləq, həm teokratik, nə bilim, həm konstitusiya monarxiyaları hər birini görmək nədir? Mümkün haldır. Kalimantan adasında neçə ölkə yerləşirdi? 3. 3. 3 3 dənə. ölkə yerləşirdi. Malazya, Kalimantan Bangladeş. adası neçə yarımkürədə yerləşirdi? 3. 3. 3 Kalimantan yarımkürə. adasının sahili neçə dəniz, neçə okean suları yuyur? 2. 2. 2. Bəlkə 1 olardı. Malakka ilə Hind yumağı. Malakka, Malakka'dan. Malakka okeanı var. Yeni çıxıb. Gitmən sakini var, gitmən sakini. Hind Malakka'dan zaten keçib yumaz müəllim. Yo, yo, yo. Bir dənə Sakit okean yuyur. Sakit okean yuyacaq bunun sahillərini yalnız. Sonra Hə. neçə Mən bir dənə işğalma soruşa bilərəm. qurşağında yerləşir? Buyur. Arafur dənizinin müəllim hansı okean suyu? Timur, İkisi də. Arafur, Mərcan, Hind okeanı da Arafur. Bizə onlarda karxırsınızsa uşaqlar, okeanların atlasda xəritəsi var. Orada okeanların sərhədlərini qırıq-qırıq xəttlərlə göstərirlər. O sərhədlərə baxanda orada görə bilərsiniz ki, bu hansı okean harda yerləşir. Və Arafur dənizindən Mərcan dənizinin hansı boğaz birləşdirir?
Torres Arafurla. müəllim. Torres Torres. Hə. boğazı birləşdi və Torres boğazı bu ikisini birləşdi. Demək Arafur hara düşür? Hind okeanına düşür. O birisi də Mərcan dənizi Sakit okeanına düşür də. Vəsiyo. Burada nə var ki? Sonra Kalimantan adasında, Malakka Hı -hı. yarımadasında bu ikisində hansı dövrün çöküntülərinə rast gəlmək mümkündür? Kim yerinin müəllim? Bilmiyorum. Sağ ol. Kim yeri? Bax, Malakkanın özü də orta qırışıqlığı var. Deyək ki, Malakkanın özü bütövlükdə də orta qırışıqlığa düşür, böyük bir hissəsi. Kalimantanın isə cənub hissəsində biz görə bilərik. Sumatra ilə Kalimantan arasında müqayisə aparsam, hansı daha fəaldır? Sumatra müəllim. Çünki orada Sumatra Kerinç vulkanı daha var. Ya, fəaldır. Bəli, əslində bura böyük bir geosinkronal quşaq sahilində yerləşir, amma Kalimantan oradan biraz kənarda qalır deyə bir o qədər fəallıq burada biz görməyəcəyik. Sonra Bəli. Cənubi Çin dənizi coğrafi mövqeyinə gəlincə dənizdir. Kənar. Kenar. Kənar Kənarda dənizi. bəli. Cənubi Çin dənizindən yuxarıya doğru qalxdıq və getdiyimiz zaman sağ tərəfimizdə bir dənə ada gördük. Filippin adaları. Filippin Bəli. adası arxipelaq idi və burada iki böyük ada var idi. Hansılardı şimalında, cənubunda? Lusondan Lusto, Mindanao. Mindanao. Bir də Baktan adası var. Luson bir Balacalar. də Mindanao adası yerləşirdi. Bəli, Şimalda balacalar. Luson, cənubunda Mindanao. Filippinin Bəli. paytaxtı haraydı? Manila şəhəri. Manila Lusonda Manila. yerləşir. Luson adasında yerləşirdi. Bura gəlmişkən buradan belə bir sual veririk ki, Yeni Zelandiyanın paytaxtı haraydı? Wellington. Ya. Wellington. Hansı adada yerləşirdi bu? Şimal. Şimal. Şimal adasında müəllim. Şimal adasında. Filippində də Hə, şimaldaydı paytaxt, burada da şimaldaydı paytaxt. Yaponiyanın paytaxtı haradır? Tokyo şəhəri. şeydədir bu, Kuşuda. Yox, Hönşü adasında yerləşirdi. Hönşü adasındadır Hönşü bəli. adasında Ən yerləşirdi. böyük Bəli. məşhurdur. Hə. İndi burada belə bir sual çıxır ki, hər üçünün yerləşdiyi, paytaxtın yerləşdiyi adada nə var? Vulkan. Vulkan, hə, bəli, bəli. var idi deyə bilərsiniz. Sonra gəldik obşum buradan Cənubi Çin dənizinin də sahilində indi yaşayan ölkələri soruşmuram. Yəni bilsə yaxşı amma indi soruşmuram amma getsin. Gəldik Tayvan adası ərazisindən keçdik, girdik Şərqi Çin dənizinə. Şərqi Çin dənizi coğrafi mövqeyinə görə necə dənizdir? Xarici, kənar. Kənar müəllim. dənizdir. Şərqi Çin dənizinin sahilində monarxiya ölkə görürükmü? Xeyr müəllim. Yaponiyanı görə bilərik burada biz. Yaponiyanın bir səsi düşəcək bu əraziyə. Yaponiya monarxiyadır, konstitusiya monarxiya ölkə idi. Şərqi Çin dənizində sahilində yerləşən ölkələrdən belə bir özəllik var idi. Əhalinin təbii artımında inqilab etmiş ölkələr görə bilərik burada. Japonya ilə Hansı Cənubi Koreya. ölkələrdir? Destek Yaponiya, Cənubi Koreya və Çinin özündə deyə bilərik ki, bunlar nədir? İnqilab etmiş ölkələr idi. Şərqi Çin dənizindən şimala doğru qalxdıqca hansı dənizi görürəm? Sarı dəniz. Sarı dəniz. Bəli, Sarı dənizin adının Sarı dəniz olmasının səbəbi nə idi? Xax sahili mən bura sarı rəngli şey. Pilli Sarı Suran rəngdə çıxmayacaq. idi. Buradan bəli, su gətirməsi buranı edirdi sarı rəngdə. Sonra oradan Sarı dənizdən çerez gəldik. Koreya boğazına gedəcəm də. Koreya boğazından keçdim hansı dənizə? Yapon dənizi. Yapon dənizində Rusiyanın yerləşən limanı hansı liman idi? Vladivostok. Vladivostok Vladivostok. limanı yerləşirdi. Bəli, bəs burada Koreyanın da iki dənə limanı var idi. Hansılardı onlar? Kobe ilə Pulsan, Yokohama. Ulsan limanları, Pulsan, Ulsan limanları yerləşir. Koreyanın. Kobe Yaponiyanın limanı idi. Yapon dənizindən şimala doğru getdik. Oxot dənizinə keçmək üçün hansı boğazdan Tatar. istifadə edirəm? Tatar boğazı bir keçid vasitədir. Bir də Bir də Laperuz Laperuz müəllim. boğazı. Laperuz var. Laperuz boğazından keçib amma Sakit okeana çıxmaq istədim mən. Nə alaram? Nə edərəm? Hava Naşir dönüşü. boğazına keçərik. Naşir boğazından keçərəm. Hə, Naşir hə. boğazından keçərkən hansı adaların arasından keçmiş oluram? Kuril adaları. Kuril və və Saxalin. Yapon. Kamçatka. Ay, Yapon. Kuril və Ay, Yapon adaları Saxalin. arasından keçmiş oluram. Hə. Taxan adası ilə Rusiyanı buradan ayırdı, Asiyanı ayırdı buradan. Tatar boğazı gəldim çıxdım Oxot dənizinə. Oxot dənizindən neft qaz varmı? Var. Var. Rusiyanın burada neft qaz mədənləri, yataqları nədir? Vardı deyəcək. Sonra Oxot dənizi donmaya məruz qalır yoxsa yox? Həmən donma. Mülayim yerləşməsinə baxmayaraq Layında donur. yerləşib donan dəniz idi bu. Sonra Oxot dənizinin sahilində hansı ölkə yerləşir? Rusiya müəllim. Urusiyet yerləşir. Bəs yaxşı, Saxan adası hansı ölkəyə məxsus idi?
Rusiya. Rusiya tərəf. Rus. Bəli, Rusiyaya məxsus idi. Saxalin adası necə yaranmışdı? Nəyin təsirindən yaranmışdı? Mən Filippin tavası ilə Avrasiyanın toqquşmasına. Bəli, konvergens sonradan formalaşmış ada idi, geosinkl adı. Saxalin adası hansı iqlimdə yerləşirdi? Mülayim dəniz. Mülayim Dəniz. musson iqlimində yerləşirdi. Kuri adaları, Kuri adaları hansı iqlimdə idi? Mülayim olsun. Musson və Mülayim, dənizdə idi. Kamçatqa yarımadası, mülayim dəniz. Mülayim dəniz. Axır ki, tuzdura bildiniz. Bəli, Mülayim dənizdə yaşayır. Kamçatqa yarımadasında yerləşən vulkanımız hansı vulkan idi? Kulisi sopkası. Kuliska Kuliski, Sovqatı bəli, vulkanı, Sovqatı. bəli, yerləşirdi burada. Kamçatqa yarımadası hansı ölkəyə məxsus idi? Rusiya. Rusiya. Rusiya neçə işğalma qurşağında yerləşirdi? 3. 3 işğalma qurşağında yerləşirdi. 3 işğalma qurşağında yerləşirdi? Bəli, mən 180 dərəcəlik O 90 dərəcə. yarımkürə idi. Mən yarımkürə soruşdum, sən işğalma qurşağı soruşdum. Fikrim yayındı. İşıqlanma Həmin qurşağı. 2-dən. Bir dənə işğalma qurşağında yerləşir. Yarımkürə bəli, üçündə yerləşir, amma işğalma qurşağı ikisində yerləşirdi deyəcək. Rusiyanın sahilləri neçə okyan suları yuyur? 3 dənə, yox, 3 dənə. Xeyr, 4 dənə okyan suları Rusiyanın sahilini yuyacaqdır. Atlantik okeanda Baltik dənizindən nə edilir? Onun sahillərini yuyur və ya da Qara dəniz Atlantik okean suyu deyə onun sahillərini yuyacaqdır deyəcəksən. Rusiya idarə etmə inzibati ərazi quruluşuna görə nədir? Federativ. Bəs idarə etmə formasına görə Respublika. prezidentli, parlamentli. Prezident. Prezident deməli. Bəli. Sonra gəldik buradan Kuril adalara. Kuril adaları hansı ölkəyə məxsusdur? Kuril. Rusiya. Rusiya. Bu Rusiyetə məxsusdur. Bəli, bu Rusiyet. Sonra Kuril adaları necə formalaşmışdır? Mən Kuril adaları Filippin havası ilə müəllim Asiyanın toqquşmasında. Evet, Avrasiyanın. Filippini görmüş. Sakitlə Avrasiyanın toqquşmasından formalaşmış Avrasiya, bəli. adadır. Vulkanik mənşəli adalardır. Göğüsvari adalar hesab olunurlar. Yapon adalarının hamısı bu yox. Yapon adaları belə vulkanik mənşə sonra materik mənşəlidir. Vulkanik mənşəli deməli. Materik mənşə adalardır. Filippin arxipelagında iki dənə böyüklər materikdir, qalan kiçiklər vulkanik mənşəlidir. Tayvan və Hainan adası Materik. materik mənşəlidir. Bəli. Sonra gəldik buradan Bering dənizinə. Bering dənizi hansı okeana aiddir? Sakit okean. Bering dənizini Çukot dənizi ilə birləşdirən boğaz. Bering boğazı. Şey, Bering Bering, boğazı. hə. Bering boğazı Bakın. gəmiçilikdə geniş istifadə edilirmi? Xeyr. Ben Deyil. sonra onu Gəmiçilikdə geniş Ben de istifadə edilməyəcək. Allah. Ağlamam. Sağ ol. Bering boğazı gəmiçilikdə geniş istifadə edilən boğaz deyil deyəcəksiniz. Sonra oradan yuxarı hərəkət etmək istəmirəm. Aşağıya. Yuxarı gedək buradan dünyaya görək nə var, nə yox dünyada. Gəldik. Çukot dənizinə girdim. Çukot dənizi hansı okeana məxsusdur? Şimal Çukot dənizindən qərbə doğru gəlirəm. İlk hansı dəniz görəcəm? Şey, Şərqi Sibiri. Şərqi Sibir. Şərqi Sibirdən gəldim, hansını görürəm? Lapdevi. Lapdevlər, sonra Lapdevlərdən Kara. gəldim, Kara, Barents, Barents. Norveç, İndi Norveç Şimal. dənizi. Yandıq, yaxşı, yaxşı. Evet. Fasilə verək. Çatdım Norveç dənizinə qədər. Bu gəldiyim şərqdən qərbə doğru dənizlərin hamısı donmaya məruz qalır yoxsa yox? bunların hamısı Norveç Banes yox məndə. Barents, Norveç, Kara. Oradan Hə, İsveç hamısı birdən keçidir. danışın, Aysel. Mən də danışım birdən və aləm dəyişsin bir-birimizə. Yaxşı, bunlar donmaya məruz qaldı mı hamısı? Dedik ki, Norveçdən, Banesdən başqa bəli, hamısı donmaya məruz qaldı. Şimal Atlantik isti cərəyan və ya Norveç cərəyanının təsirindən bu hissə donmayacaqdır deyəcəksiniz. Sonra oradan gəldik. Bir dənə bizim Ağ dənizimiz var. Ağ dəniz Rusiya ərazisində yerləşir və iki Rusiyanın işğalma daxil. qurşağına düşən dənizdir deyə bilərsiniz buna da. Şimal dənizdə getdik belə. Bu da işin arxasınca gedəcəkdir. Avstraliya qaldı deməli. Gələcəm, qayıdacam, fırlanacam oradan belə Avstraliyadan gələcəm. Nəysə, o üçün buradan aşağıya doğru düşürəm. Avropadan aşağıya doğru düşürəm. Gəlirəm hardasa təxminən işarə qoyaq ki, biz buradayıq. Norveç dənizindən üzü aşağıya doğru gedirik. Norveç dənizi neçə yarımkürədə yerləşir? 2. 3 üç, yarımkürədə iki, yerləşir. iki, Çünki o iki, Greenwich iki. meridianı kəsir deyə 3 yarımkürədə yerləşir. Belə cüzi şeylərdir, qəbula düşəsi bir şey deyil, amma gəlir bəlkə də cümlənin içərisində onu sizə salanda o, yəni
Gətirib səhv yazırsınız belə primitiv şeyləri. Aha, demək gəldik. Norveç dənizindən düşdüm aşağıya doğru. Burada yerləşən adamız hansı adadır? Böyük Britaniya. Britaniyalı. Böyük Britaniya adasının Burada. başqa ərazisi harda yerləşir? İrlandiyalı. İrlandiya İrlandiya. adasında yerləşirdi. Bəli, İrlandiya adasından aşağıya doğru düşürük, gəlirik. Burada hansı körfəzi görürük? Biskay körfəzi. Biskay körfəzini görürük. Bəli, Biskay körfəzindəki sahillərindən çox dərinə keçmirəm. Gəldik burada hansı körfəzi gördük? Gvinea. Dünya körfəzi. Bu körfəzin özəlliyi nə idi? 4 yarımkürədə Sığortada yerləşir. yerləşir. 4 yarımkürəsi və zəngin neft qazı var idi burada. Burada da qaça-qaça Bəli. gəldik, keçdik hansı boğazdan? Mozambik boğazı. Mozambik boğazından. Mozambik Dünyanın boğazından qaça-qaça gəldim, çıxdım hara? Bura. Hansı dənizi görürük? Burada şey Timur. Hansı dənizi Arafur, görürük? Mərcan. Arafur. Arafur, Mərcan. Mərcan. Bunu birləşdirən boğaz Torres. Torres boğazı. boğazı. Arafur dənizindən cənuba düşsəm hansı körfəzi görürəm? Karpentariya. Karpentariya körfəzini görürəm. Keçdim Mərcan dənizinə. Mərcan dənizindən gəldik. Hansı dənizi gördük? Tasman. Tasman Tasman dənizindən dənizi. keçdim yenidən Hind okeanına. Bas boğazı var. Bas boğazından. Burada hansı körfəzi gördüm? Böyük Avstraliya. Burada bəs Coğrafiyası. Coğrafya. coğrafiyası körfəzini nə etdik? Gördük, yadımızda qalsın. Sonra gəldik bura, Amerikaya. Karib dənizi. Karib dənizi yerləşdi burada. Karib dənizi hansı litosfer tavasının üzərisində yerləşir? Karibli tasvir tavası. Karib litosfer tavasının üzərisində bəli yerləşirdi deyə bilərik. Karib dənizi coğrafi mövqeyə görə kənar yoxsa daxil dəniz? Kənar. Kənar, Karib dənizi hansı iqlim qurşağında yerləşir? Rütubətli tropik. Rütubətli tropik iqlimində yerləşir. Hətta subekvator iqlim qurşağında düşə bilər bu əraziyə deyə bilərik. Bəli, Karib düzdür. dənizi daxilində ucqar nöqtə yerləşir yoxsa yox? Bəli, müəllim. Variato. Bəli. Mariato burnu? Xeyr. Mariato burnu Xeyr, Sakit hə, o okean görür. şeydir. Sakit okean sahillərini şöyle. Qalinyas burnu yerləşirdi Bəli, burada. bəli. Şimali Amerikanın cənub ucqar nöqtəsi Cənubi Amerikanın şimal ucqar nöqtəsindən daha cənubda yerləşir. Mənim Şimal Amerika daha cənubda yerləşir. Şimali Amerikanın bəli ucqar nöqtəsi Cənubi Amerikanın ucqar nöqtəsindən daha cənubda yerləşir. Cənubi Amerikanın şimalı daha şimalda yerləşir. Bəli. Sonra Karib dənizindən Meksika körfəzinə keçmək üçün hansı boğaz? Yucatan boğazından. Boğaz müəllim. Vatan boğazı nələrə ayırdı? Yucatan Şey- yarımadası ilə Kuba arası. Kuba adasında. Yucatan yarımadası təkcə Meksikaya məxsusdur. Xeyr. Xeyr, mən. Yəni Beliz ölkəsində. Burada Belizdə var idi. Bəli. Meksika körfəzindən getmək istəyirəm Sarqas dənizinə, yəni Atlantik okeana. Hansı boğazdan? Florida Florida boğazı. boğazı. Florida Florida boğazı. boğazı. Florida hansı ölkəyə aiddir yarımadası? Meksika. Amerika. ABŞ-a məxsusdur. Floridada ABŞ. hansı faydalı qazıntı var idi? Fosforit. Meksika Bəli. körfəzində Neft. neft Bəli. qaz. Kubada şəkər qalmışı, şəkər çuğunduru Qamışı. Qamışı yox. qalmış yerləşirdi. Burada Bəli, şəkər qalmış. qalmışa görə fərqlənirdi. Kuba, ABŞ, Meksika, Venezuela, burada kimi ölkələr fərqlənirdi. Bəli. Sonra burada yuxarıya doğru qalxdıq, gəldik Hudson körfəzinə. Hudson körfəzi hansı okeana məxsusdur? Atlantik. Şimal Buz okeana məxsusdur. Evet. Hudson körfəzi Şimal Buz okeana məxsus olan körfəzdir. Oradan indi Menfandel körfəzləri var, Müqəddəs Lavent körfəzi var. Bəli. Onlar Atlantik okeana məxsus olan körfəzlərdir. Bunları deyə bilərik. Kaliforniya yarımadası hansı ölkəyə məxsusdur? Meksika. Meksikaya. Meksikaya məxsusdur, bəli. Kaliforniya Amma ştat kimi ABŞ-ın ştat. Yoxsa elə bir şey var, yoxdur. ştat kimi ABŞ-ın ştatı hesab olunur deyərək, ərazisi hesab olunur deyirsən. Sonra bunlar belə. Seyşel adaları hansı okeanda yerləşir? Hind okeanı. Bəli. Hind okeanı. Maldiv adaları bəs? O da O da- Hind okeanı. Qəmər adaları Maldiv O da Hind okeanı. O da Hind okeanında yerləşir, bəli. Sonra Marşal adaları bəs harda yerləşir? Çox dəhdsiz bir şeydir. Sakit okeanda müəllim. Sakit okeanda yerləşir, bəli. Bərzəx nədir? burunun suya keçməsi.
Deməli, bərzəx iki Aynen yoksa ben geniş quru hissəsini ayıran ensiz quru hissəyə deyilir. Birləşdirən, iki qurunu birləşdirən quru hissəsi Hə, bərzəx. bərzəx, Ayran hə, bərzəx. kanalı. İki Ayran qurunu kanalı. ayıran boğazdır. Suyun kimyəvi fiziki xassələri hansılardır? Temperaturu, Şəffaflığı, şəffaflığı, sıxlığı, temperatur. duzluluğu, səs dalğasının Doğru. yayılması. Aysa. Ən isti okean. Sakit okean Sakit 19 okean dərəcə. 19 dərəcə. Atlantik okeanın soyuq olmasının səbəbi Mənim ensiz düşman olması və uzaklarına müdahale olması. bəli. bir yerdə gəldi sırayla gələk. Deyim. Sabit nə oldu Atlantik okeanın soyuq olmasının səbəbi? Mənim əvvəla ensiz olmaqdır. Burada günəş şüaları o qədər də çox vura bilmir bura. Bir də ki, burada Şimal Buzlu okeanında mübadiləsinin çox olması, su mübadiləsinin çox olması. Tropik enliklərdə ensiz olmalı cümləni belə düzəldə bilərik. Bəli, Şimal Buz Bəli. okeanı Antarktida materikindən nədir? Bu su əlaqəsinin geniş olması, bunlar bura Bəli. soyuq təsir edəcəkdir deyəcəksən. Duzluluq ölçülür nə ilə? Cavid. Promillə. Romil'le. Orta duzluluq Cavid nə qədərdir? Okeanın orta duzluğu 35 promil. Ən duzlu dəniz Qırmızı dəniz 42 promil. 42 promildir. Ekvatora enlik edən mövcud duzluq neçə promildir? Ekvatorialda 38. 34 35. 35. 34-35 34 promildir. 35. Bəli. Sonra subtropik nə idi? Tropik enliklərdə 36 37. 36 37. 36-37 promildir. Mülayim enliklərdə 33 33. 32. 32, 33-32 də qütblərdədir. Bəli. Bu Aralıq dənizinin duzluluğuna hardan baxmaq? Sonra Qaradəniz 18 promildir, Mərmərə 25-dir, Azov 12-dir, Xəzər 13-14-dür. Tropikada duzluluğun ekvatorun çox olmasının səbəbi nədir? Buxarlanmanın çox olması mənim. Buxarlanmanın bəli, tropikada daha çox olması və yağıntının az düşməsi belə bilərik. Burada duzluğa təsir edəcəkdir. Okean suyunu hərəkətə gətirən qüvvələr nələrdir? Mənim Yeraltı külək, hareketli külək. Yeraltı Zəlzələ, fırlatma və küləklər temperatur təsir dəyişiklikləri. gətirəcəkdir. Daimi küləklərin təsirindən okeanda nə yaranır? Dalğa. Nə Külək adlanır? Cərəyanlar mənim okean cərəyanları. Cərəyanlar adlanır. Cərəyanlar Nə? yaranır. İsti cərəyanların keçdiyi ərazidə yağıntı çox yağır. Bəli. Rütubətli çox olur, yağıntı çox Əli, yağır. soyuq Bəli. cərəyanın keçdiyi ərazidə Arid iqlim formalaşır. arid iqlim formalaşır. Soyuq cərəyanın keçdiyi ərazidə duzluluq çoxdur. Xeyr, mənim azdır. Duzluluq az olmasının səbəbi nədir? Çünki mənim buxarlanma qabiliyyəti azdır. Buxarlama qabiliyyəti azsa, niyə bəs onda burada səhra iqlimi yaranır ki? Adəm, Ben bir de sualım öyle. Buxarlanma azsa, niyə burada səhra iqlimi yaranır? yağıntı yağmır, deməlim ona görə. Yox, yağmur. Bəli. Sualın qoyuluşu adama biraz şey gəlir, qəribə gəlir, amma yağıntı yağmur. Sadə bir şeydir. Və bu proseslər uşaqlar quru üzərisinə olur deyə, ona görə quru üzərisində nədir? Yağıntı yağmır deyəcəksiniz. Taxa bilmirəm. Sonra okean dibə doğru getdikcə sıxlıq artır, azalır. Artır mənim. Təzyiq Artır. bəs. Artırdı. Artır. Alır. Bəli. Artır, təzyiq də artır. Sıxlıq artır, təzyiq artacaq. Eyni təzyiqə malik olan nöqtələr birləşən xəttlər nə adlanırdı? İzobar. İzobarlar. Bəs Bar, eyni bar. dərinlik İzobar. İzobar. Zubat. izobatlar. En tuzlu Okean dibini ölçmək üçün hansı cihazdan istifadə olunurdu? Exolot. Eksolot. Ən əvvəl lot olur, sonra eksolot, sonra batisfer batiskat bunlar. Aha, o exolotdan istifadə olunurdu. Exolot dediyimiz alətin səs siqnalının getmə sürəti nə qədər idi? 1500 metr bölü saniyə. Okean suyunu hərəkətə gətirən qüvvələrdən başqa deyə bilərikmi ki, ay və günəşin təsiri var? Bəli. Ben demiyorum. Nə məsələsi? Burada ay yoxsa günəşin daha çox təsirini görürük. Ay. Ayın. Bizə daha yaxın olduğuna görə. Nə yaradırdı bu? Nə baş verirdi? Qabarma çəkilməni. Çaylardan qabarma çəkilmə nə adlanırdı, Əli? Necə müəllim? Bor, Çaylarda bor, bor. bor adlanırdı. Bor. Ən böyük qabarma dalğası harda müşahidə olunurdu? Saylarda
Ən böyük qabarma dalğası Fandi körfəzində Ümumiyyətlə 18 bəli, Fandi Atlantik körfəzidir. körfəzində idi. Bəli. Sonra soyuq cərəyanlar şimal yarımkürəsində yüksək enliklərdən alçaq enliklərə doğru gəlirlər. Nasıl gedirlər? Məncə deyərsiniz. harda bir də Soyuq okean cərəyanları şimal yarımkürəsində yüksək enliklərdən alçaq enliklərə doğru hərəkət edirlər. səhv demə. Soyuqlar Hayır, müəllim. düzdür Düzdür. şimalda Düzdür. ön Qütb alçaqda. tərəfdən gəlməlidir. Yüksək enlikdən alçaq enliyə doğru Bəli, gəlir. Qütb yüksək enlikdir, ekvator alçaq enlikdir. bəli, bəli. Sonra belə bir şey deyək. Şimal passat cərəyanı eləmi? Neçə Bəli. okeandan keçir? Şimal Passat 2 okeandan. 3 2 okeandan dənə. keçir. 3 okeandan. Bəli. Şimal passat 2 okeandan keçir. Burada bir də 2 burada. cənub passat Sakit demək. və Atlantik okeandan keçir. Şimal passat cərəyanı biraz çox yuxarıdan çəkdim bunu mən. Təxminən buradan belə gedir. Ha, şimal passat cərəyanı gəldi, burada oldu hansı cərəyan? Tarih. Qivneya. Gviana. Karip Gviana. cərəyanı. Gviana karip cərəyanı deyə bilərik. Bəli, Gviana sonra karip cərəyanı deyə bilərsən. Buradan aşağı döndü hansı cərəyan oldu? Braziliya. 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 Braziliya üzbəyüz gələn şimala doğru hansı Falkland. cərəyanımızdır? Falkland. Falkland Falkland. hansı cərəyanın qoludur? Qərb şəhəri. Qərb şəhərləri. Sonra burada Karib cərəyanının davamı gəldi şimala doğru qalxan hansı Golf. cərəyandır? Golf Golf cərəyanı. üzbəyüz gələn cərəyan. Labrador cərəyanı. Labrador cərəyanı burada hansı iqlim yaradırdı? Mülayim dəniz. Mülayim dəniz. İsti və soyuq cərəyan burada mülayim dəniz. Ay sağ ol. Sonra Gulf Stream cərəyanının ardı gəlirik. Şimala Şimal doğru hansı Atlantik. cərəyan? Norveç. Şimal Atlantikin Şimal bir qolu Atlantik. buradan aşağı düşür. Nə olur? Kanar. Kanar nə yaradır burada? Səhra, böyük səhranın Böyük qərbi. səhranın qərb hissəsini. Kanar adaları nə mənşəadadır? Vulkanik. Vulkanik Bəli. mənşəli adadır. Aferin sizə. Sonra gəldik buradan belə. Deməli, qərb küləklərinin bir qolu gəldi. Burada hansı cərəyan oldu? Bengi. Bengi. Benge cərəyan. Benge cərəyan burada gəldik. Hansı cərəyan Angola. yaratdı? Angola cərəyanı Angola. hesabına Kongo çayının mənsəbi nə oldu? Rütubətli tropik. Mən Ay sağ ol. Hı. Rütubətli tropik. Sonra gəldik burada Cənub Passat cərəyanı olduq belə. Tamam. Demək, Cənub Passat cərəyanındakı buradan da belə fırlanıb gedir ki, bu ölüşün arxasınca fırlanacaqdır. Bu Cənub Passat cərəyanı buradan gedə-gedə gəlir çıxır hardan? Buradan belə çıxır. Avstraliyanın şərqindən. Evet. Hansı cərəyan olur? Şərqi Avstraliya cərəyanı. Şərqi Avstraliya. Soyuq yoxsa isti cərəyandır bu? İsti. Böyük sahil dağların şərq ətəklərində insanların daha çox məskunlaşmasının səbəbini bu cərəyan deyə bilərikmi? Bəli, bəli. Bəli, çünki Olamam. rütubətli iqlim yaradır deyə bilərik. Sonra şimal passat cərəyanları buradan gedirdi öz yolunda. Döndü yuxarı nə oldu? Kriosiya cərəyanı. Prosiya. Burada aşağı doğru gələn bir soyuq cərəyanımız Kamçatka var idi. cərəyanı. Oy, Kamçatkaydı o. Yox, o yaşıyor. Dedi, o ölmür, O yaşıyor. O yaşıyor cərəyanı. Sonra buradan da getdik şimal passat cərəyanımız option fırlandı Avrasiyanın şərqindən belə doğru gəldik. Bax bunun ardı içəriyə doğru gedib nə cərəyan olur? Onlar da içəri doğru ki. Kamçatka. Mən Şimal Alyaska. sakit okean. Şimal sakit okean cərəyanı. Şimal sakit okean cərəyanı. Bunun bir qolu fırlanıb burada Alyaska olur. Bir qolu aşağı düşür nə olur? Kaliforniya. Kaliforniya. Kaliforniya Kaliforniya cərəyanı cərəyanı. o olur. Bax, bunlar cərəyanlarımızın nədir? Döngü yaratmasıdır, yaratdığı döngülərdir okeanların içərisində. Bunları da deyə Evet. bilərik yadımızda qalsın. Ortada Sonra, Şimal cərəyanı. mən də cərəyanlara qəşəng getdik ha. Xoşum gəldi cərəyanlardan. Bəli. Bu belə. Məncə kitabdan mənim sizə soruşacağım, nə bilim, söhbət edə bir şey də yoxdur onsuz da buradan. Yəni bunlar soruşduq. Olsa kitabdan əzbərləsə salmırlar. Bir 5 dəqiqədə vaxtımız var. 5 dəqiqə biraz da adalardan falan müzakirə aparaq. Madagaskar da hansı ölkəyə məxsusdur deyə bir qəribə sual verirdim. Madagaskara mən. Yaxşı, biraz sual araşdırın. Madagaskar adasının paytaxtı, Madagaskarın paytaxtı haradır? Aynen bu Antananarivo. bu. Antananarivo. Çox mənasız bir paytaxtı hamımız əzbər bilirik, bəli. Madagaskar yerləşir çay işğalma qurşağında. 2. 2. 2 işğalma qurşağında. Qırx Neçə iqlim qurşağında? 2. 2. Neçə yarım kürədə? 1. 2. 2. Bir yarım kürə var. 2 müəllim. Neçə okeanda? 1. 1. Bir okeanda yerləşdi. Sonra Madagaskar adasının əhali daha çox qərbində yoxsa şərqində məskunlaşır? Bax, bunun etdiyim testində bir sual var idi. Mən Mən qərbində. Daha Elə çox ikisində də şərqində mən. məskunlaşıbdır. Daha çox şərqində məskunlaşıbdır və bura bu İndoneziyadan falan gələn qaçqınlar, miqrantlar falan gəlib yığışıb buraya bu vaxtlar.
Ona görə o daha çox bu şərq hissəsindədir, formalaşmışdır, əhali yaşayır deyəcəksən. Yəni Amma qərb okeandır da, hissəsində mən. daha Məsələn, çox. mən olsam boğazdan yox, okeana tərəf yaşayaram da, Mən düşünsən. olsam Afrikadan gəlirəmsə, gəlib qərbində yaşayaram. Mən də elə fikirləşdim, o görə Hə, dəqiq dedim. ay sağ ol. Bu belə. Sonra gəldik burada maraqlı nə var bizə lazım ola biləcək. Falkland adası yerləşdi Atlantik okeanında. Odlu torpaq adası neçə ölkəyə məxsusdur? Çil, İki, Argentina. Çili, Argentina. Argentinaya məxsusdur. Odlu torpaq adasında yerləşən ucqar nöqtə, qitənin ucqar nöqtəsi dedik biz buna. Hornburnu. Horunburnu. Orenburg. Aferin sənə. Horunburnu yerləşirdi burada. Odlu torpaq adası hansı iqlimdə yerləşirdi? Mülayim. Azor adaları hansı ölkəyə məxsusdur? Portuqaliya. Portuqaliya nə mənşadadır? Vulkanik. Vulkanik. Vulkanik mənşəli adadır. Sonra gəldik buradan. Galapagos adaları hansı ölkəyə məxsusdur? Ekvadora. Ekvadora Ekvador məxsusdur. Pasxa adası Çiliyə. Çiliyə. Çiliyə Çiliyə, hə. məxsusdur. Havay adaları neçə işğalma qurşağında yerləşir? 2. Havay İki. adası 1, Havay adası. adaları 2. Adaları 2. Adaları Bəli, qəşəng. Havay adaları hansı ölkəyə məxsusdur? ABŞ. ABŞ. Bu səbəbdən biz ABŞ-ı neçə işğalma qurşağına 2 götürürük? şıqlamla geçen. 2. 3. 3. 3 işğalma qurşağında. Altı Alyaska, şıqlam. Havay, kəsir deyə. Hə, Ona görə həm bəli. tropik, həm mülayim, həm də qütb işğalma qurşağında götürməyimiz nədir? Mümkündür. Şri-Lankanı Hindistanı ayıran boğaz, Folk. Folk boğazı. Volq boğazı Evet, bəli ayıracaqdır. Sumatra və Yava adasını ayıran boğaz, Zond. Zond Boğazı. boğazı ayıracaqdır. Bəli. Sonra Böyük Britaniya ilə Fransanı ayıran boğaz, La Manche. La Manche boğazı. Burada La Manche kanalında nədir? Yerləşir deyəcəksiniz. Kola yarımadası neçə işğalma qurşağında yerləşdi? 2. 2. Oldu. Şey olan. Taymır yarımadası hansı ölkəyə məxsusdur? Rusya. Rusiya. Rusiyaya məxsusdur. Xəritədən başqa Newfoundland adası hansı ölkəyə məxsusdur? ABŞ. Newfoundland Kanada'ya. Kanadaya məxsusdur. Təmiz Kanadaya məxsusdur. Sırf Kanadaya Evet. məxsusdur. Çok şimaldadır. Labradorun yanındadır. Zənnimcə